Deməli, zirvəsi, yamacı və ətəyi yaxşı nəzərə çarpan və nisbi yüksəkliyi 200 metrdən artıq olan relyef formasına dağı deyilir. Nisbi yüksəkliyi 200 metrdən az olan relyef formasına isə təpə deyilir. Deməli, yer səthində adətən tək dağlar rast gəlinir. Ayrı-ayrı dağ zirvələri sistem halında birləşir və ya zəncir kimi uzanır. Belə dağlara sıra dağlar deyilir. Yerin quru sahələrində Ant-Kardiler və Alp-Himalay ən uzun və ən hündürdür. Ən hündür dağlardır. Bəli. Dağlar su ayrıcından və su ayrıcı üzərində ucalan zirvələrdən, aşırımdan və ətəkdən ibarət olur. Aşırım elə bir ki, dağların bir yamacından digərinə keçməyə imkan verir. Onlara nəqliyyat yolları kimi istifadə etməyə keçid üçün əlverişli olan yollara aşırım deyilir. Məsələn, Biçənək aşırımı Azərbaycanda hardadır? Nə aşırımı? Biçənək aşırımı Zəngəzurda. Ay, sağ ol. Bəs Ömər aşırımı? Ömər aşırımı Murovdağda. Aha, afərin Xatirə, Murovdağda. Nə qədər idi hündürlüyü Ömər aşırımının? Xatirə, yadında qalır? 3261 metr idi. Bəli, 3261 metr. Xatirə, Ömər aşırımı hansı iki rayonu birləşdirirdi qızım? Kəlbəcərlə haranı? Eşidə bilmədim. Kəlbəcərlə? Göygöl. Ay, sağ ol. Bəli, Kəlbəcərlə Göygöl rayonunu birləşdirirdi. Bəs Salafat aşırımı hansı dağdadır? Baş Qafqaz dağlarında. Bəli, hündürlüyü nə qədərdir? 2915 metr. Ay, sağ ol. Afərin. Bəs Fidan, mənə də görüm qızım, dağlıq ölkə nə deməkdir? Dedik ki, yüksəkliyi və mənşəyi müxtəlif olan sıra dağlar dağlıq ölkələr əmələ gətirir. Bircə dəqiqə, əgər ərazidə olan dağlar sahənin 50%-dən çoxunu təşkil edirsə, bu dağlıq ölkədir, düzdür qızım? Bəli. Azərbaycanda da 60% dağ, 40% düzənlikdir. Belə çıxır, Azərbaycan da dağlıq ölkədir. Ancaq elə ölkələr var ki, onlarda 80-90% dağlıqdır. Xatirə, səncə hansı ölkələr olar elə? Tacikistan olar da. Bəli, Tacikistan. Sonra? Mərkəzi Asiya ölkələri olacaq. Bəli, Mərkəzi Asiya türk dövlətlərindən Qırğızistan, Tacikistan. Sonra qızım, Nepal, Butan deyə bilərik? Bəli. Bəli, bu ölkələrin demək olar ki, 90% dağlardan ibarətdir. Və yaxud Boliviya deyə bilərik? Bəli, Peru, Boliviya, bax bunların da çox hissəsi dağlardan ibarətdir və dağlıq ölkədir. Aha, Fidan, sonra bizə nə deyə bilərsən qızım? Sonra dedik ki, dağlar mənşəyinə, yaşına və hündürlüyünə görə qruplara bölünürlər. Mənşəyinə görə dağlar vulkanik və tektonik olurlar. Vulkanik dağlar vulkanların fəaliyyəti nəticəsində yaranırlar. Bu dağlar silsilə yaratmırlar və konus şəklində olurlar. Ay, sağ ol. Bircə dəqiqə. Demək, tektonik dağlar sırayla düzəlib silsilə yaradırlar. Vulkanik dağlar isə təkdirlər. Bəli, onlar sıra dağ yaratmırlar. Çox sağ ol Fidan.